Salam əziz izləyicilərim. Bugün mən Cənub mətbəxinə aid olan badımcan sırdağının hazırlanmasını sizinlə paylaşmaq istəyirəm. Bunun üçün götürmüş olduğum suyun üzərinə 1 yemək qaşığı duz töküb qarışdırıram. Sonra badımcanın sapağını kəsib videoda gördüyünüz kimi qabığını soyuram. Sonra ortadan 2 hissəyə bölüb və 4 hissəyə ayırıram, axıra qədər kəsməmək şərti ilə. Beləcə bütün badımcanları duzlu suda 2 saat gözlədirəm. Sonra isə istifadə etdiyim pomidorların qabığını soyuram. Sonra isə sarımsaqları rəndədən keçirirəm. Qeyd edim ki, bu yeməyin sarımsağı nə qədər çox olsa, yemək bir o qədər ləzzətli alınacaq. Badımcanları sıxaraq sudan çıxardıb kənarda qaba yığıram. Götürmüş olduğum qabımızın içərisinə ərinmiş kərə yağı töküb yağı əridirəm və qazanın isinməsini gözləyirəm. Qazanımız yaxşıca isindikdən sonra badımcanları bir-bir içərisinə yığıram. Kənarda isə pomidorları böyük olduğu üçün 3-4 hissəyə bölürəm. Qızarmış badımcanları o biri üzünə çevirirəm. Mən badımcanları çox qızartmıram. Çünki yeməyin rəngi çox qızardıqda tünd olur. Badımcanlar bişdikdən sonra kənarda qaba yığıram. Sonra isə pomidorları qaba yığıram. Əvvəlcə duzlayıram, sonra isə hər iki üzünü qızardıram. Videolarımın davamı üçün mənə dəstək olub videolarımı bəyənsəniz və abunə olsanız çox sevinərəm. Bunun üçün əvvəlcədən hər birinizə təşəkkür edirəm. Pomidorları qabdan götürdükdən sonra badımcanları yenidən qaba düzürəm. Sonra isə üzərinə sarımsağın bir hissəsini tökürəm. Arxasından pomidorları düzürəm. Sonra isə qapağını bağlayıb su atmadan vamxodda bişirirəm.
və qabda qalan sarımsağı pomidorun üzərinə töküb əlavə 5 dəqiqədə qaynadıram. Budur, artıq yeməyimiz hazırdır. Həqiqətən çox gözəl, möhtəşəm bir yemək alındı. Siz də hazırlayın, sizə də nuş olsun. Videomu bura qədər izləyən hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Sizin hər birinizin evində bundan da gözəl təamların bişməsini arzulayıram. Sağ olun. Yeni videolarda görüşənə qədər.